Gününüz uğurlu olsun dəyərli izləyicilər. Günə davam edirsiniz və biz efirimizə çox maraqlı bir vacib mövzu ilə davam edirik. Belə bir məlumat aldıq ki, 10 ay ərzində stomatoloji klinikalar arasında 78 klinika arasında yoxlamalar aparılıb və çox maraqlıdır ki, 72-sində nöqsan aşkarlanıb. Hansı nöqsanlardır, hansı səbəblərdən araşdırılır və bu yoxlamaların əsasında nələr dayanır və nöqsan aşkarlanan klinikaların aqibəti necə olur? Bu haqda danışacağıq. Çünki bilirsiniz, stomatologiya təkcə biz estetik görünüş üçün deyil, kiçik bir diş müdaxilələri üçün deyil, həm də ciddi əməliyyatlar üçün də stomatoloji klinikaya müraciət edirik. Odur ki, mövzu olduqca həssas bir mövzudur. Qonağımızı dəvət edək mi? Çox maraqlı bir mövzudur və əlbəttə ki, bu faktı, bu məlumatı biz eşidərkən bu mövzu haqqında niyə danışmayaq sualı yarandı və biz istəyirik hal-hazırda elə bu mövzu ətrafında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət Şöbəsinin mütəxəssisi Xəyalə xanım Əliyevanı dəvət edək. Xəyalə xanım, xoş gəldiniz. Xoş gəldiniz Xəyalə xanım. Bizim də sizə suallarımız var, sizin də bizə və tamaşaçılara deyəcəkləriniz var. Çünki 10 ay ərzində, yəni yanvar ayından oktyabr ayına qədər 78 stomatoloji klinikada aparılan yoxlamalar nəticəsində 72-sində nöqsan aşkarlanıb. Yəni 6-sını çıxmaq şərti ilə demək olar ki, faiz etibarilə də götürəndə 95, 97, 98 faizində artıq nöqsanlar aşkarlanır. İlk növbədə gəlin bundan başlayaq ki, bu yoxlamalar hansı proses üzərindən aparılır və nöqsan dediklərimiz nələrdir? Hər birinizi salamlayıram mən də. Ölkə ərazisində olan bütün xalqımın hər bir nümayəndəsini Konstitusiya günü münasibəti ilə təbrik edirəm ürəkdən. Və mən də bir dövlət nümayəndəsi olaraq öz vəzifəmi icra edərək demək, stomatoloji xidmət barəsində məlumat üçün buradayam. Deməli, belə izah edək ki, ölkə ərazisində özəl tibb fəaliyyətinə məşğul olan bütün sahibkarlar Analitik Ekspertiza Mərkəzinin nəzarəti altında demək, yoxlanılırlar. Necə yoxlanılırlar? Bunlar bildiyiniz qədərilə planlı qaydada və plandan kənar yoxlamalar çərçivəsində. Lakin yoxlamalar özləri də sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Belə olan halda Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı sayəsində plan layihə hazırlanır öncədən və bu yoxlama Qovaz saytında yerləşdirilir ki, hər bir sahibkar subyekti öz vöyünü şəxsi kabinetinə daxil olmaqla orada həmin yoxlamanın planlı qaydada hansı aya, hansı həftəyə təsadüf etməsini öncədən görə bilir. Bu planlı şəkildə olur. Bəli, planlı şəkildə dövlət nəzarətidir və o cümlədən də yəni sırf stomatoloji klinikalarda eyni qayda ilə lisenziyalı şirkətlərdən söhbət gedir ki, zamanında lisenziya alıblar İqtisadiyyat Nazirliyi tərəfindən və qeydiyyata düşüblər, sistemdə varlar və həmin şəxslər müəyyən fəaliyyət göstərdiyi dövrdən sonra yoxlama planına düşürlər. Və bu plan, yoxlama tərəfimizdən planlı qaydada, bayaq vurğuladığım kimi, aylara, həftələrə bölünməklə yoxlayıcılar tərəfindən qanunvericiliyimizə uyğun qaydada yoxlanılır. Eyni qayda ilə, yəni yoxlamaların strukturu, yəni yoxlanılacaq məsələlər plandan kənar yoxlamalarda da həyata keçirilir. Sadəcə plandan kənar yoxlamalar vətəndaş müraciətləri, dövlət və yerli özünü idarə etmə orqanlarına gələn rəsmi müraciətlər əsasında formalaşır. Və həmin müraciətlər öncə baxılır, araşdırılır və zərurət yarandığı halda təbii ki, rəhbərlik tərəfindən qərar qəbul edilir ki, həmin müəssisədə yoxlama keçirilməlidir. Son illərdə ümumiyyətlə Xəyalə xanım, mən istəyərdim ki, qarşılıqlı bir maraqlı dialoqumuz yaransın. Son illərdə stomatologiya olan maraq mı deyim, maddi maraq mı deyim, bu sahənin inkişafını gətirib çıxardı. Bir çox insanlar artıq stomatoloji fəaliyyətə başladılar, özəl sektorlarda stomatoloji klinikalar yaratmağa başladılar və insanlar da rahat bir şəkildə əl çatan daha da artdı və bizim əlimizdə burada olan faktlar var. Təbii ki, sizin də əlinizdə olan faktlar var ki, bu yoxlamalar nəticəsində, məsəl üçün 33-cü lisenziya şərtləri sualı üzrə, 15-ci lisenziya olmadan iş və fəaliyyət, bax, bu kimi məsələlərin aradan qaldırılması və yaxud araşdırılması nə kimi müsbət tərəfləri gətirib çıxardı və sizin söylədiyiniz ilk cümlələrdə belə anlaşıldı ki, bu təkcə Bakı şəhəri üzrə deyil, ölkə üzrə, yəni bütün Azərbaycan üzrə keçirilən yoxlamalardır. Bəli.
Yəni bayaq özünüz də vurğuladığınız kimi 78 stomatoloji, sırf stomatoloji mərkəzlərdə yoxlama keçirilmişdir ki, onlardan 72-sində nöqsan aşkar edilmişdir. Amma bu nöqsanlar həm qayda pozuntuları ilə qarşılaşdığımız nöqsanlarda eyni zamanda qanun pozuntusu var. Qanun pozuntusu olanda bildiyiniz qədərlə inzibati xəta haqqında qanun çərçivəsində inzibati xəta haqqında protokol tərtib olunur, yəni barələrində. İstər fərdi sahibkar olsun, istər hüquqi şəxslər olsun bu barədə. Yəni bilirsiniz ki, hüquqi şəxslər müəyyən məhdud məsuliyyətli cəmiyyətlərdə MMC-lərdir, QSC-lər ola bilər, bu kimi hüquqi şəxslər. Digərsə fərdi sahibkarda özünə ayrıca bir stomatoloji kabinet açıbdır, fərdi qaydada fəaliyyət göstərir. Və həmin sahibkar subyektləri özlüyündə bütövlükdə Azərbaycan qanunvericiliyinə tabe olaraq lisenziya şərtlərinə riayət etməlidirlər. Yəni lisenziyanı öncə alırlar, alan zaman təbii ki, Səhiyyə Nazirliyinin rəyi əsasında bu lisenziya hər kəs istədiyi lisenziyanı ala bilir? Xeyr, elə deyil. Yaradılan müvafiq şəraitə uyğun olaraq, yəni tibbin təşkili o formada yaradılmalıdır ki, onun lisenziya ərizəsində yazdığı işlərə müvafiq olsun. Və ərizəsində müraciət elədiyi işlərə müvafiq iş təşkil edilməyibsə, təbii ki, o mənfi rəy alır. Belə olan halda, yəni artıq lisenziyasında yekun olaraq əldə edib tutaq ki, yalnız terapevtik stomatologiya, bu zaman biz yoxlama zamanı aşkar ediriksə, əlavə orada ortopedik, ortodontik və yaxud da cərrahi stomatologiya ilə məşğul fəaliyyət aşkar edilsə, bu artıq lisenziyadan kənar kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinin 215.1 maddəsi ilə qiymətləndirilir. Yaxud gedirik ki, həmin klinikada lisenziya alan vaxtı fərdi sahibkardan söhbət gedir. Fərdi sahibkar özü həkimdir, eyni zamanda. Demək, bu şəxs zamanında lisenziyanı da sertifikasiyadan keçmişdir və lisenziyanın əldə edilməsində problem yox idi. Lakin əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanununa müvafiq olaraq 5 ildən bir həmin həkimlər tədrisə və sertifikasiyaya cəlb olunmalıdırlar və bu 5 il müddəti keçir, həkim və sertifikasiyaya cəlb olunmadan praktik tibb fəaliyyətini davam etdirirsə, bu da qanun pozuntusudur. Bu zaman nə dəyişir ki? Bax, bu 5 il ərzində nə dəyişir ki, onlar yenidən cəlb olunurlar və yenidən icazə almış olurlar ki, fəaliyyətini davam etdirsinlər? Çünki hər bir demək, təhsillə əlaqədar əldə olunan diplom, yəni o da bir sertifikatdır. İstər-istəməz 5 il müddətindən sonra nəzəri biliyin yenilənməsi prosesi getməlidir. Çünki onun praktikada tətbiq olunması üçün hər kəsə məlumdur ki, yeni texnologiya inkişaf eləyir, yeni məlumatlar, yeni nəzəriyyələr və İstər-istəməz də özəl tibb fəaliyyətlə məşğul olan şəxslər dövlətdə olsun, rəqabətdə irəlidə olmalıdır və geridə qalmamalıdır. Bu baxımdan da əhaliyə yüksək keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi üçün mütləq qaydada bunlar həmin sertifikasiyalara, tədrisə cəlb olunmalıdırlar. Yəni, müvafiq kurslardan keçməlidirlər, təkmilləşdirməlidirlər bilik bacarıqlarını. Yəni, bunlar hamısı şərtdir. Eyni zamanda təkcə yoxlama olacaq deyə deyil, şəxs özü də öz peşəkarlığını, öz işini, bilik və bacarığını təkmilləşdirməlidir. Xeyr, xanım, yəqin mənə razılaşarsınız ki, biz nəsə üçün stomatologiya gediriksə, hər hansı bir problemlə üzləşiriksə, Aytaç çox yaxşı vurğuladı ki, yəni biz yalnız dişimizi düzəltdirmirik, stomatoloji müayinədən keçmirik və yaxud müdaxilə eləmirik. Bu hətta həyatın sonu ola bilər. Ani bir məsuliyyətsizlik, diqqətsizlik, özəlliklə də steril qaydalara əməl olunmaması, yəni bilirik ki, Allah qorusun, ölümlə belə nəticələnə bilər. Və burada da əsas məsələlərdən biri bilirsiniz nədir? Biz dərhal Xəyrə xanım dedik ki, səhiyyədə problem var. Yəni, ümumilikdə biz bilmirik, axı bu dövlət sektorudur, özəl sektordur, bu necə fəaliyyət göstərir, lisenziya alıb, almayıb. Biz yalnız səhiyyədə yaranmış olan problemi qabardırıq, elə deyilmi? Və ona görə də bu məsələyə bir aydınlıq gətirmək istədik ki, özəl sektorda çalışanlar üçün bax, bu qədər incəlikləri ilə onlar lisenziyadan keçməlidirlər. Çünki doğrudan da vurğuladığınız kimi ötən il olanlar bu il artıq yeniliklərlədir və dünya durmadan inkişaf edir ki, əsas məsələlərdən də biri budur. Buyurun, sözünüzü davam elətdiniz, əvət olmasa. Bu baxımdan da sertifikasiya şəhadətnaməsi əldə etməyən şəxslər qanun pozuntusu qarşılaşdıqda yoxlama zamanı, bu da inzibati xəta haqqında protokol tərtibi ilə yekunlaşır. Çünki həmin şəxslərin də barəsində inzibati tənbih tədbiri seçilir. Bu 215.4 maddəsi ilə ifadə olunur. Digər məsələ isə daha acınacaqlıdır. Bəzən regionlarımızda görürük ki,
Bakı şəhərində nadir hallarda olsa da regionlarda daha çox geniş vüsət alıb ki, lisenziyasız, ümumiyyətlə lisenziyasız diş kabinetləri yaradılır və orada əhaliyə Hətta cərrahi stomatoloji xidmət göstərirlər. Bu daha ağır bir qanun pozuntusudur. Çünki bildiyiniz qədərlə tibbin hər bir sahəsi lisenziya tələb edir. Çünki müvafiq sanitariya epidemioloji qaydalara riayət etməklə müvafiq şərt daxilində onlar o sənədə alırlar. Yəni nəzərə alsaq ki, digər sahibkar subyektləri hər biri lisenziya alaraq fəaliyyət göstərmir, amma tibbin hər bir sahəsi lisenziya tələb eləyir. Bunu xüsusilə vurğulayaq və bu baxımdan da hər hansısa bir tibb müəssisəsi, hər hansısa bir təsərrüfat obyektində praktik tibb fəaliyyətinə məşğul olan şəxslər mütləq qaydada lisenziya əldə etməlidirlər. Belə olan halda, yəni biz o müraciətlər qarşılığında gedirik, həmin təsərrüfat obyektinə açılmış yoxlama zamanı həqiqətən yerində qiymətləndirmə edilən zaman müəyyən olunur ki, bunların heç lisenziyası yoxdur. Yəni bu da onun irəli gəlir ki, bəzən görürsünüz ki, sertifikasiyasında problem var, yaxud da yaratdığı şəraitdən nəsə natamamlıq var deyə özü müraciət eləməyib, amma məlumatlıdırlar. Yaxud heç məlumatlı olmadığı təqdirdə aydın məsələdir ki, qanunu bilməmək onun məsuliyyətindən heç birimizi azad eləmir. Bu baxımdan sahibkarlıq fəaliyyətinə başlamış şəxs, xüsusən də tibb fəaliyyəti ilə məşğul olacaq şəxs bilməlidir ki, dövlət qanunvericiliyi nədir və sahibkarlıq qanunları nədir, bunlara riayət etməsi şərtdir. Çünki nəticə itibarilə əhalinin sağlamlığına xidmət göstərir. Bu baxımdan da Səhiyyə Nazirliyi üçün hər bir vətəndaşın sağlamlığı çox bir həssas mövzudur. O baxımdan da demək olar ki, bütünlükdə yoxlamalarımız davam edir. Yəni, bütün yoxlamalar nəzarət qüvvədədir. Səhiyyə Nazirliyi xüsusilə həssas yanaşır. Hər bir vətəndaşın müraciəti baxılır, araşdırılır və zərurət yarandığı təqdirdə hər bir müəssisədə bu yoxlamaları keçirilir və ciddi tədbirlər görülür. Görülən tədbirlərin nəticəsi itibarilə hər hansısa bir dəyişiklik sahibkar tərəfindən həyata keçirilməzsə, bu zaman daha ciddi addımlar atılır. Onlara müəyyən bir müddət təyin olunur. Bəli, bəzən görürsünüz ki, lisenziyasının ləğvi üzərindən yaxud da məhdudlaşdırıcı fəaliyyət üzrə təqdimatlar yazılır aidiyyəti qurumlara. Çünki bildiyiniz qədərilə ölkə ərazisində özəl tibb fəaliyyətlə məşğul olan sahibkar subyektlərinə lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilir. Təbii ki, Səhiyyə Nazirliyi təşkil olunmuş işə Səhiyyə Nazirliyi qiymətləndirmə edir və qiymətləndirmə müsbət rəy aldıqdan sonra İqtisadiyyat Nazirliyi onlara lisenziyanı təqdim edir. Lakin tibbi şəraitdə hər hansısa bir nöqsan varsa, ciddi nöqsanlar varsa, təbii ki, tərəfimizdən mütləq qaydada təqdimat yazılıb göndərilir. Çox maraqlıdır. Buyur, Elnursanın var idi. Artıq yekunlaşa bilərik. Çünki biz əsas məsələ bu idi ki, ona ərzində aparılan yoxlamalar və yoxlamalar nəticəsində 78 yoxlama nəticəsində 72-sinin nöqsanının aşkarlanması və səbəblərini Xəyalə xanımdan öyrəndi və inanırıq ki, bizim səsimiz lazımi yerlərə gəlib çatdı. Çünki lazımi yerlər bilməlidirlər ki, hansı sahədə çalışırlar və ümumilikdə stomatoloji fəaliyyət dedikdə biz Azərbaycan səhiyyəsinin inkişafından danışırıq və biz istəyirik ki, Azərbaycan səhiyyəsinin inkişafında hamı öz məsuliyyətini anlasın, bilsin. Çox sağ olun gəldiyiniz üçün. Var mı əlavə demək istədiyiniz? Əlavə dediyimiz yenə də hər zaman xatırladım. Öncə sizə təşəkkür edirik ki, bu mövzularda media nümayəndələri həmişə işıqlandırırlar və bizim səsimizi əhaliyə çatdırmaqda bizə daha dəstək olurlar. Sizə xüsusi təşəkkürümüzü bildiririk və eyni zamanda qaynar xəttimizi xatırladaq. 012 596 020. Lakin qaynar xətt üzərinə rəsmi cavablandırma, yəni onların istədiyi formada olmadığının im@farmaaz elektron poçtumuza da öz müraciətlərini bildirə bilərlər. Fərqi yoxdur. Hansı özəl tibb təşkilatında qarşılaşdıqları hər hansısa bir negativ hal varsa, mütləq qaydada məlumat bizə rəsmi qaydada bildirsinlər və yaxşı olardı ki, yanında da təsdiq edici sənədlərlə bərabər olsun ki, biz araşdırmamıza daha operativ yanaşma edə bilər, vaxt itirmədən. Çox sağ olun. Xatırladaq ki, qonağımız Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət Şöbəsinin mütəxəssisi Xəyalə xanım Əliyeva idi. Minnətdarıq sizi yola salırıq. Və hal-hazırda tamaşaçılarımız bir mövzu ətrafında sizə məlumat vermək istəyirik. Çünki bəzən avtobus qəzalarının eşidirik, görürük, mütəmadi olaraq çoxaldığının da fərqindəyik və avtobus qəzalarının səbəbləri nə ola bilər? Biz bilirik ki, tibbi yoxlamadan keçməlidirlər sürücülər mütəmadi olaraq, həm də psixoloji, çünki onların işlədiyi sahə elə bir sahədir ki, gündə minlərlə, yüzlərlə insanla təmasda ola bilərlər, ünsiyyətdə ola bilirlər. Bir çox məsələlərdə, bir çox sujetlərimizdə, bir çox mövzularda biz onlar tərəfindən də
Yanaşmışıq mövzuya, bəli. insanların fikirlərini öyrənmişik, onlara da haqq qazandırmışıq. Amma avtobus qəzalarının səbəbləri çox önəmli məsələlərdən biridir. Burada sürücülər nəyə diqqətli olmalıdır? Avtobus sürücüləri mi, yoxsa ictimai nəqliyyat, yoxsa adi avtomobil sürücüləri diqqətli olmalıdır? Hamımız mı diqqətli olmalıyıq? Gəlin bu məsələ ilə bağlı hazırlanmış süjeti sizə təqdim edək. Buyurun.